Salam. Gəlin növbəti 5 dəqiqəni özümüzə bir sərmayə qoyaq. Potensialınızı tam reallaşdırmaq üçün sizə bir yol xəritəsi təqdim edəcəm. Hazırsınızsa, başlayaq. Sabah başlayaram. Bu cümlə sizə tanış gəlir, elə deyilmi? Hamımıza tanışdır. Bu, məqsədlərimizlə real addımlarımız arasındakı o dərin uçurum hissidir. Xəyal etdiyimiz həyatla yaşadığımız həyat arasındakı o böyük fərq. Yaxşı, bəs bu boşluğu necə doldura bilərik? Baxın, cavab bu 4 mərhələdə gizlidir. Bunu sizin zirvəyə aparan şəxsi yol xəritəniz kimi düşünün. Hər bir addım bir sonraki üçün möhkəm bir təməl olacaq. Və ilk addım, ilk növbədə hər şeyin daxildən başladığını qəbul etməliyik. Bilirsiniz, ən böyük döyüş meydanı heç də kənarda deyil, elə öz zehnimizdir. Əgər həqiqi, qalıcı bir dəyişiklik istəyiriksə, o zaman əvvəlcə bu daxili mübarizədə qalib gəlməliyik. Çox vaxt rəqibi kənarda axtarırıq, elə deyilmi? Başqalarını, şərtləri günahlandırırıq. Amma bir anlıq dürüst olaq. Əslində bizi dayandıran nədir? Bizi dayandıran o içimizdəki səsdir. Həmin o səs ki, pıçıldayır, sən bacarmazsan, artıq çox gecdir. Bax, əsl mübarizə məhz o səslə gedir. Yaxşı, bəs bu səsə necə qalib gələk? Cavab, zehni möhkəmləndirməkdədir. Buna David Gogginsdən ilhamlanaraq bəlkimiş zəka deyə bilərik. Bu nə deməkdir? Bu, çətinliklərin içindən keçərək, özünü intizamla döyəcləyərək yaratdığın bir növ mental zirəkdir. Elə bir qalxan ki, ona sahib olandan sonra kənardan gələn heç bir mühakimə, heç bir mənfi səs sənə təsir edə bilmir. İndi bir sual. Siz özünüzə hansı güzgüdə baxırsınız? Başqalarının fikirlərindən yaranan o qırıq, təhrif olunmuş güzgüdəmi? Yoxsa öz daxili dəyərinizi əks etdirən o təmiz güzgüdə? Unutmayın, öz dəyərinizi kimisə tərifinə və ya tənqidinə bağlayanda gücünüzü də onlara hədiyyə etmiş olursunuz. Əsl, sarsılmaz güc isə yalnız və yalnız daxili təsdiqdən gəlir. Yaxşı, daxili oyunda qalib gəldik, zehnimiz artıq daha güclüdür. İndi o, yeni bacarıqları sürətlə mənimsəməyə tam hazırdır. Elə isə gəlin öyrənmə prosesinin, necə deyərlər, qısa yoluna, hilə koduna baxaq. 10.000 saat qaydası. Yəqin ki, hamınız eşitmişsiniz. Bir işdə usta olmaq üçün 10.000 saat vaxt sərf etməlisən. Amma bir saniyə, dayanın. Bəs bu həqiqətən də belədirmi? Qısa cavab, xeyr. Yəni bu, hekayənin sadəcə çox kiçik bir hissəsidir. Əslində, real öyrənmə prosesi daha çox S hərfinə bənzər bir əyri üzrə gedir. Baxın, əvvəlcə hər şey çox yavaş olur. Çox çalışırsan, amma nəticə azdır. Bax, insanların çoxu məhz bu mərhələdə təslim olur. Amma o ilkin, yavaş dövrü keçə bilsəniz, birdən-birə partlayış baş verir. Sürətli bir böyümə başlayır. Əsas məsələ o çətin başlanğıcı tərk etməməkdir. Yaxşı, bəs bu S eğrisində necə sürətlə irəliləyə bilərik? Bunun üçün konkret bir plan var. Baxın, birincisi, məqsədini dəqiq bilməlisən. Niyə bunu öyrənirsən? İkincisi, o böyük bacarığı kiçik, həzm edilə bilən parçalara ayır. Üçüncüsü, Pareto prinsipini tətbiq et. Yəni, nəticələrin 80%-ni verən o 20%lik ən vacib alt bacarıqlara fokuslan. Dördüncüsü, şuurlu məşq elə, yəni komfort zonandan kənara çıx. Və nəhayət, beşincisi, səhvlərindən dərhal nəticə çıxar. Baxın, bu 5 addım istənilən sahədə sürətlə öyrənməyin əsl düsturudur. Deməli, əsas məsələ nədir? Artıq yaxşı bildiyiniz şeyləri təkrar edərək vaxt itirməyi dayandırın. Bu sadəcə egonuzu oxşayır, amma sizi inkişaf etdirmir. Əsl inkişaf haradadır? Sizi narahat edən, çətinlik çəkdiyiniz yerlərdə. Əsl böyümə məhz zəif tərəflərinizin üstünə getdiyiniz zaman başlayır. Çox gözəl. Daxili dünyamızı gücləndirdik, yeni bacarıqları necə öyrənəcəyimizi də bildik. Amma indi nə? İndi o bacarıqları real həyatda davamlı olaraq necə tətbiq edəcəyimizə baxmalıyıq. Bilirsiniz, məqsəd qoymaq asandır. Əsl sənətsə o məqsədə bizi hər gün addım-addım aparacaq sistemləri qurmaqdır. Gəlin işlərə fərqli bir gözlə baxaq. Onları iki yerə ayıraq. Qırmızı işlər və yaşıl işlər. Qırmızı işlər nədir? Bunlar vaxtınızı dərhal pula çevirdiyiniz işlərdir. Gəlir, amma o gəlir bitəndə əlinizdə heç nə qalmır. Yaşıl işlər isə fərqlidir. Bunlar vaxtınızı uzun müddətli bir şeyə yatırdığınız işlərdir. Bəlkə də əvvəlcə pul gətirmir, amma sizə nə qazandırır? Bacarıq, aktiv, reputasiya, yəni kapital. Bu kapital isə sizinlə qalır və böyüyür. Bax, gələcəyiniz məhz hansı rəngə daha çox vaxt ayırdığınızdan asılıdır.
Ona görə də əsas məqsəd sadəcə pul qazanmaq olmamalıdır. Yox, əsas məqsəd kapital yaradan sistemlər qurmaq olmalıdır. Sizin bacarılarınız, yaratdığınız aktivlər, qazandığınız reputasiya, bunlar elə sistemlərdir ki, zamanla siz yatarkən belə sizin üçün işləyir. Bax, bu, heç kimin sizdən ala bilməyəcəyi əsl sərvətdir. Yaxşı, amma bu böyük sistemləri qurmağa hardan başlayaq? Beynimiz tənbəldir, böyük işlərdən qorxur. Amma onun bir zəif nöqtəsi var, onu aldada bilərik. Necə? Özünüzə deyin ki, sadəcə 5 dəqiqə məşğul olacağam. Cəmi 5 dəqiqə. Beyniniz, yaxşı, onsuz da cəmi 5 dəqiqədir deyəcək və o ilk müqavimət dərhal yox olacaq. O ilk addımı atdıqdan sonra isə, inanın, davam etmək qat-qat asanlaşır. Baxın, şəxsi sistemlər qurmaq əslində proqram tərtibatına çox bənzəyir. 4 sadə addım var. 1. Problemi dəqiq anla, nəyi həll etməyə çalışırsan. 2. Ən sadə həlli planlaşdır. Mükəmməl olmasın, sadə olsun. 3. Sistemi qur, yəni o ilk kiçik addımı at. Və 4. Test et və təkmilləşdir. Yəni, aldığın nəticələrə, əks əlaqəyə əsasən sistemini daim daha da yaxşılaşdır. Və beləcə gəldik puzzle-ın son, bəlkə də ən vacib hissəsinə. Bütün bu işləri görərkən sizi nə dayandıra bilər? Başqalarının fikirləri. Ona görə də 4-cü mərhələ fikir verməmək sənətidir. Bu, əsl azadlıqdır. Burada biraz sərt, amma vacib bir həqiqət var. İş inancıdan əvvəl gəlməlidir. Yəni, siz uzun bir müddət, heç bir alqış, heç bir tərif eşitmədən tam bir boşluğa doğru çalışmalı olacaqsınız. Çünki insanların dəstəyi və inancı sizin zəhmətinizin nəticəsidir, səbəbi deyil. Bunu heç vaxt unutmayın. Necə deyərlər, sən bunu edənə qədər heç kim sənə inanmayacaq. Bu qədər sadə. İnsanlar sizin konkret nəticələrinizi görməyənə qədər sizə şübhə ilə yanaşacaqlar. Əgər onların inanmasını gözləsəniz, heç vaxt başlaya bilməyəcəksiniz. Başlanğıcda siz özünüzün tək dəstəkçisi olmalısınız. Ən yüksək səviyyə, ən böyük azadlıq isə nədir bilirsinizmi? İşin özünün mükafata çevrildiyi an. Elə bir nöqtəyə çatırsan ki, kənardan gələn alqışlar, təriflər artıq sənin üçün əhəmiyyətini itirir. Prosesin özündən, o işi görməkdən zövq alırsan. Nəticələr isə sadəcə gözəl bir bonusa çevrilir. Əsl mükafatın özün olursan. Hər gün biraz daha yaxşı olan özün. Bu zeyni azadlığa çatmaq üçün sadəcə bu 3 şeyi xatırlayın. 1. Bu sənin səyahətindir, başqasının deyil. 2. Onların səni mühakimə etməsi onların problemidir, sənin yox. Və 3. Sənin fokusun sənin gücündür. Enerjini hara yönəltsən, gücün də orada cəmləşəcək. Və beləliklə, gördüyünüz kimi, hər şey gəlib yenidən başlanğıca qayıdır. Bütün bu addımlar, bütün bu strategiyalar hamısı bir-birinə bağlıdır və hamısının başlanğıc nöqtəsi eynidir. Öz beyninin içindəki o müharibədə qalib gəlmək, xarici dünyanı fəth etməzdən əvvəl daxili dünyanda qalib gəlməlisən. Ona görə də hər şeyin çətin göründüyü, təslim olmağın ən asan yol kimi göründüyü o anlarda sadəcə dayanın və özünüzdən bunu soruşun. Yaxşı, bəs əgər davam etsəydim? Bəs əgər bu dəfə təhsil olmasaydım? Bax, bu sualın cavabı sizin bütün potensialınızı açacaq o qızıl açardı.